Herkese selamlar, kanalıma videoma hoş geldiniz. Ben yeni bir videoda karşınızdayım. Video geçmişten ve kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Hem de dostlar Telegram kanalımıza hepinizi gözləyirəm. Burada səmdə və kriptovalyutalar haqqında məlumatlar, şəxsi analizlərimi, şəxsi yatırımlarımı sizlərlə bölüşürəm ki, sizlər də öyrənəsiniz. İnvestisiya necə edilir, necə gəlir qazana bilərik biz bu gəlir növündən, gəlir alətindən. Həmçinin qrupumuzda digər adminlərimiz tərəfindən kriptovalyuta tərəfdə də müəyyən paylaşımlar edilir ki, müəyyən qısa müddətli treytləri sizlərə öyrətməyə və göstərməyə çalışırıq ki, sizlər də daha çox gəlir mənbəyi yaradasınız öz həyatınızda, öz maddi durumunuzda. Bunların hər biri təbii olaraq təhsil və təlim xarakterlidir dostlar. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərlə bərabər deməli bir şirkətdən danışacağım dostlar. Ümumi olaraq bazar vəziyyətindən başlasaq, bazarın vəziyyəti bu. Nasdaq demək olar satış yerinə çatıb, yəni 30 min səviyyələrinə çatıb demək olar. Bu 30 min səviyyələrindən bir məncə qısa bir geri dönüş olmalıdır dostlar. Yəni bunu gözləyirəm, qısa bir geri dönüş olmasını gözləyirəm. Və hal-hazırda bazarda da demək olar bir çox səhim maksimuma çatıb dostlar. Lakin sizlərə bir şirkəti göstərmək istəyirəm dostlar. Son şirkəti bundan əvvəl danışmışdım bu şirkət haqqında. SoundHound A şirkətidir. Bu şirkət nədir? Bu şirkət əsasən bir çox əsasən restoran, əyləncə, yaşayış obyektləri üçün xidmət, süni intellekt xidməti satır dostlar. Məsəl üçün burada da baxa bilərsiniz. Burada maliyyə bölümünə gəlirsiniz. Görürsünüz ki, burada müəyyən gördüyünüz kimi servislər, müəyyən lisenziyalar, professional servislər və s. buradan çevirib də baxa bilərsiniz. Yəni bu şirkət əsasən belə açıqlasam, yəni restoranlar, yaşayış obyektləri üçün süni intellektlə müəyyən həllər satır, müəyyən proqramlar satır. Və bunlar da gələcəkdə daha da inkişaf edə biləcək bir sektordur. Bu sektor gördüyünüz kimi son gəlir hesabatında 18% artım idi. Bu möhtəşəm artımdır. Həqiqətən gözlənilməyən artım idi. Çünki şirkətdə düzdür artım gözlənilirdi, amma bundan əvvəlki hesabatlarında 18% artım görünməyib təbii olaraq. Yatırım tövsiyəsi deyildir, sadəcə səhm haqqında danışacağım. Bu səhmi əvvəllər də tanıtmışdım bu arada. Səhmin bazarda 391 milyon ədəd açıq səhmi var. Yəni insanlara açıq olaraq. Və gördüyünüz kimi böyük maliyyə resursu var və bu maliyyə resursu ilə də böyük gəlirləri çatmaq olar həqiqətən də. Yəni bu şirkəti həqiqətən mən bəyənirdim, lakin bu son hesabatından sonra bu şirkətə marağım daha da artdı və bundan da sonra yatırımlarım da var bu şirkətə həmçinin və bundan da sonra daha da yüksək təxminlər gözləyirəm əsasən bu şirkətdə. Burada məsələn proqnozlar bölümündə də baxa bilərik ki, şirkətin ortalama deməli təxminləri 12 dollar, yəni ortalaması təsəvvür edin 71% yüksəlişə gəlib çatır. Maksimum təxmini isə 128 dollardır. Yəni bunu ABŞ-da fond birjalarında, fondlarda işləyən mütəxəssislər, investisiya məsləhətçiləri açıqlayırlar bu hədəfləri, bu qiymətləri əsasən və bunun əsasında TradingView istifadə edir bu qiymətlərdən. Gördüyünüz kimi bundan sonraki hesabatlarında da yəni 2027-28-ci hesabatda bir azalma var, lakin bunu gələcək göstərəcək. Yəni əgər süni intellekt bu qədər sürətli inkişafa davam etsə, bu azalma olmayacaq, bu artım olacaq. Yəni öz təcrübələrimə əsasən bunu deyə bilərəm. Çünki süni intellektdən istifadə get-gedə qat-qat daha çox artır və süni intellektin hal-hazırda ki gücü, yəni 5 il sonraya baxanda çox güclüdür dostlar. Düzdür, biz sürətlə getdiyini görürük, fikirləşirik, amma həqiqətən də bu sürət, yəni elə bir nəticə vermir hal-hazırda. Yəni belə deyim, hal-hazırda dünyada istifadə olunandan daha çox data mərkəzləri və süni intellekt mərkəzləri var. Yəni ki, istifadə olunmayanlar var ki, onlar hələ də gəlir yaratmayıblar və bu gəlirlər yerli, klassik, sadə istehsal fəaliyyət növlü firmalardan, şirkətlərdən, zavodlardan qat-qat artıq iqtisadi səmərəlilik, gəlir yönü və gəlir qolu yaradacaq gücdədir. Ona görə də süni intellekt şirkətlərini, həmçinin belə potensiallı şirkətləri keçməməyi tövsiyə edirəm. Əgər bu sahədəsinizsə, əgər investisiya edirsinizsə, əgər bu imkandan istifadə edirsinizsə, bu kimi şirkətlərə önəm vermək vacibdir.
Belə dostlar, bugünkü video bu qədər. Bugünkü video məqsədi o idi ki, son gəlir hesabatından və bu şirkətin gələcək potensialından danışım. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.